Onlar illərdir ki, oğul qardaş yolu gözləyirdilər. 30 ildən sonra Şuşa həbsxanası ərazisində tapılan qalıqlarsa dərdlərinə təsəlli oldu. Birinci Qarabağ müharibəsi zamanı itkin düşən şəxslərin ailə üzvləri Şuşa həbsxanası ərazisində aşkarlanan kütləvi məzarlığı ziyarət ediblər. Şuşada erməni vəhşiliyinin bir daha şahidi olublar. Ermənilərin azərbaycanlılara işgəncə verərək saxladığı Şuşa həbsxanasındayıq. Həmin bu həbsxananın divarlarından da aydın olduğu kimi burada azərbaycanlılara qarşı amansızlıqla işgəncələr törədilib. Onların hətta kütləvi şəkildə dəfni belə Şuşa həbsxanasının ərazisində olubdur. Elə 50-yə yaxın itkin ailəsi də həmin bu ərazidədir və onlar illər sonra öz ailələrindən qalan qalıqları tapmaq üçün Şuşaya gəliblər. Şuşa 30 illik ayrılıq müddətində çox ağır acıya şahidlik edib. Ən dəhşətlilərdən biri isə Şuşa həbsxanasında baş verib. Ermənilər azərbaycanlıları bu cür şəraitsiz vəziyyətdə dustaq saxlayaraq onlara müxtəlif növ işgəncələr həyata keçiribdilər. Kadrlardan da aydın olduğu kimi burada həm şəraitsizlik hökm sürür, həm də müxtəlif alətlər vasitəsilə onları Şuşa həbsxanasının ən aşağı qatından zirzəmidə saxlayaraq amansızca işgəncələrə məruz saxlayırlar. Ermənilərin azərbaycanlılara qarşı düşmənçiliyi tarix boyu dəyişməyib. Milli dini ayrı seçkilik ən yüksək həddə olub. Nifrət siyasəti indi də davam edir. Azərbaycanlılar ermənilərin bu cür darısqal yerdə saxladıqları ərazidə müxtəlif vandal əməllərinə məruz qalıbdılar. Onların burada gördükləri işgəncələr elə Şuşa türməsinin müxtəlif ərazilərində öz əksini tapıbdır. Ermənilər öz soydaşlarını, yəni erməni əsilli vətəndaşları bu cür daha normal vəziyyətdə olan kupelərdə saxlayıbdılar. Bu da onların azərbaycanlılara qarşı növbəti separatçı addımının daha bir təzahürüdür. Çox ağır səfər idi. Həm sevinirəm ki, torpaqlarımız alınıb. Mən bura gəlirəm. Mən buna görə şükür edirəm Allaha. İndiyə kimi elə gözümüz yollarda idi, amma indi tamam başqa cürük. Yəni ki, ümidimiz biraz çoxaldı. Burada axtarırdım, bəlkə atam hansısa divarda nəsə bir nişanə qoymuş olar, amma heç bir şey tapa bilmədim. Bu türməyə gəlməkdən məqsədim bəlkə divarda hər hansı bir yazı, hər hansı bir mesaj qoyub bizə. Onlar Şuşa uğrunda canlarından keçən soydaşlarımızın ailə üzvləridir. 30 il sonra gözlərini yoldan çəkən xəbər onları bugün Şuşaya gətirdi. Ailə üzvlərinin şəhid olduğu, itkin düşdüyü vətən torpağına işğaldan azad olunduqdan sonra ilk dəfə ayaq basdılar. Çox şad oldu ki, Şuşaya gəldi. Şuşada kütləvi məzarlıqların yanına getdi. Oradakı qardaşlarımızın ruhlarını Allah şad eləsin, məkanları cənnət olsun. Hamısı döyüşdüyü yerdə, qan axan yerdə, istər-istəməz o ərazidə gəzirsən, onların səsini hiss edirsən. Şuşa qalasına girdik, əsirlərin saxlandığı yerdə. Bir işarə belə tapa bilmədim ki, mənim yoldaşım bəlkə orada bir şey, nəsə yazar, bilərəm ki, budur. Yəni, çox çətindir, Allah heç kəsə bu taliyi yaşatmasın. Nəzrin Hüseynzadə, Qəhrəman Məmmədov, Rüstəm Mikayılzadə, AzTV xəbər.